Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş, o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalim olan şəhərləri məhv etdik. Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məyər başa düşmürsünüz? Məyər verdiyimiz gözəl bir vədə qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü cəhənnəmə gətiriləcək kimsə ilə eyni ola bilərmi? O gün Allah onları çağırıb deyəcəkdir: İddia etdiyiniz şəriklərim haradadılar? Barələrində sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: Ey Rəbbimiz, bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz onlardan uzaqlaşıb sənə üz tuturuq. Doğrusu onlar bizə ibadət etmirdilər. Müşriklərə şəriklərinizi çağırın deyiləcək. Müşriklər onları çağıracaq. Lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar. O gün Allah onları çağırıb, elçilərə nə cavab verdiniz deyəcək. O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən heç bir şey soruşa bilməyəcəklər. Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o nicat tapanlardan olsun. Rəbbin istədiyini yaradır və istədiyini də Peyğəmbər seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir. O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, ahirətdə də həmd ona məxsusdur. Hökm onundur və siz ona qaytarılacaqsınız.